İmam Hüseyin bir yerdə möhkəm ağlayıb. O da haradır? O da deyirlər Əli Əkbər balası üçün, cavan balası üçün. Qədər Hüseyni o ana qədər belə möhkəm ağlayan görməmişlər. Gör, Əli Əkbər dağı nəymiş? Əli Əkbər gəldi, dayandı İmam Hüseynin qabağında. Ya əba, bəli bala, icazə verirsən gedim meydana, fəstəzənə, icazə istədi. İmam Hüseyin heç saniyə və fasilə vermədi ya, əzinə, bala gedə bilərsən get. Qasımda saxladı, Abbası saxlayıb, başqalarını saxlayıb. Amma öz balasını sanki böyük imtihanıdır, o imtihanı gözəl vermək istəyir. Əli Əkbər imtihanını da gözəl vermək istəyir. Fəstəzənə, fəəzinə, ata gedə bilərəm, dedi get. Gedə bilərsən ay bala. Amma bir sən necə baxırdın, dəhşət burası deyir. Əli Əkbər gedəndə deyir, ata necə balasının arxasına bir neçə addım gedər, bir düşdü arxasıyla bir neçə addım getdi, elə baxırdı balaya. Amma o tərəfdən xanımlar aldı deyir onu dövrəyə. Xanımlar aldı, bir tərəfdən Zeynəb tutdu, bir tərəfdən Ümmü Gülsüm, Səkinə, Ruqəyya. Buraxmırlar Əli Əkbəri, Allahu Əkbər, buraxmırlar. Elə ağlayırlar, deyirlər Əli Əkbər, hara geyirsən? Ay qardaşımın balası, hara geyirsən? Əli Əkbər getmə günə. O qədər ağladılar, buraxmırdılar. Deyirlər, o tərəfdən İmam Hüseyin səsini ucaqdı, dedi, buraxın, balamı getsin, işiniz yoxdur. Buraxın, məqtulun fi səbilillah. Mənim balam şəhiddir, razılaşmışam artıq. Amma deyirlər, gedəndə, bilirsiniz neyədir, qurban olur İmam Hüseynin məzlumiyyətinə, başını qaldırdı səmaya, saqqalını tutdu belə. Dedi, Allahümmə, işhəd, Allah sən şahidsən ha, işhəd haulaylı qovm. Sən şahidsən ha, fəqət bərəzə iləyhimğulamun. Elə bir cavan göndərirəm ki, kunna izə iştəqəyna ilə nəbiyyik, nənzur, nəzərna ilə vəcihi. Elə ki, elə bir cavan göndərirəm ki, Peyğəmbər üçün darxanda onun üzünə baxırdıq. Onun üzünə baxırdıq. Allah o simanı bizə göstərək, Əli Əkbər simasını. Əşbəhu xəlqən və məntiqən və xulqən bi Rəsulillah. Həm siması Peyğəmbər oxşayır, həm danışığı Peyğəmbər oxşayır, həm əxlaqı Peyğəmbər əxlaqı göndərdi balanı. Belə nəql edirlər, deyir, qıraqdan baxırdı, deyir İmam Hüseyin ki, Əli Əkbər necə vuruşur. Əli Əkbər qılıncı qaldırıb vuranda, elə ki vururdu, yıxırdı bir nəfəri yerə, İmam Hüseyin deyir, Allahu Əkbər. İkincisini Allahu Əkbər. Bir yerə yetişdi, la havlə və la quvvətə illa billahil aliyyil azim. Bir yerdə də Allahu Əkbər, amma bir yerdə gördülər İmam Hüseyin dedi, la ilahə illallah. La ilahə illallah, la ilahə illallah. O da nə zaman idi? Düşmən nizəni kənardan elə vurdu, Əli Əkbərə ki, nizə batdı. Deyirlər, atın üstündə düşdü əlləri. Düşdü atın üstünə və atdan yıxıldı. Atdan yıxılanda ipi ilişdi, qaldı və at sürətlə hərəkət elədi, xeymələrə tərəf yox, düşmənə tərəf. Orada idi ki, bəla baş verdi. Deyirlər, fəqəddəuhu irbən və irban. Hərəsi bir dənə qılınc vurdu. Hərəsi bir dənə qılınc vurdu. Deyirlər, İmam Hüseyin də dözə bilmədi. Deyir, atı ilə gəldi sürətlə, amma bir yerdə deyir, səqətə. Atdan bir var düşməyə, bir var atdan atdı özünü yerə İmam Hüseyin. Cənazəyə bir neçə addım qalmış. Ay Əli Əkbəri sevənlər, ay İmam Hüseyni sevərlər. Bizə nə baş verdi? Deyirlər, bir neçə addım qalmış, atdı özünün yerə. Yerdən qalxa bilmədi İmam Hüseyin. Necə getdi? Deyirlər, dizin getməyə başladı. Dizləri ilə getməyə başladı. Amma gələ-gələ bir sözlə dedi, vələdi, Əli Əkbər, vələdi. Görürsən, balam cavab verəcək, vələdi, Əli, ay, vələdi, Əli, bala. Atondu Hüseyin, bala, getdin atavı qoydun. Bir tarix budur, deyir, çatanda gördü Zeynəb ondan qabaq yetişib. Zeynəb ondan qabaq yetişib, deyirlər, Əli Əkbəri qucaqladı İmam Hüseyin. Dedi, kül olsun bu dünyanın başına səndən sonra Əli Əkbər. 2 dənə bədəni apara bilmədi, bu da son sözüm, 2 dənə bədəni apara bilmədi xeyməyə. Biri Abbasın bədənidir, Həzrəti Abbasın bədəni idi, bir də Əli Əkbər bədəni idi. Qətəuhu irban irba, hərəsi bir yerdən vurmuşdu. Ələ lənətullah aləl qovmiz zalimi.